Pətənək. Qazansız. Bu səfərki yol yoldaşım İlkin idi. Bəs İlkinlə hara gedirdik? Bunu sizə deyəcəm. Narahat olmayın. Deməli. Yeni bir gündən hamınıza salam olsun. Səhər-səhər bir latte içməsəm, özümə gələ bilmirəm. Sadə latte içirəm, heç nə də qatdırmıram içinə. Belə yuxu qaçır, yuxu uzaq durur məndən. Bildiyiniz kimi mən Şirvanda yaşayıram. İlkin də Bakıda olduğu üçün dedim ay qardaş, gəlim səni Bakıdan götürüm. Oradan da gedək hara? Lənkərana. Deyirlər qardaşını tanıyırsan? Deyir yox, tanımıram. Yola çıxmamışam. Biz də İlkinlə qoyulduq yola. İlkin mənə dedi ki, ölürəm acından. Dedim qardaşım, narahat olma, yol üstü səndən pomidor, yumurta. Lənkərana çatar-çatmaz oradakı gənclərlə görüşdük. Qaqa imkan versən söhbət eləyək, yoxsa elə hər dəqiqə. Bugün hardayıq Pələng? Bu gün Lənkərandayıq. Gənclərlə görüşümüzdən sonra Sərxanla görüşdük. Məncə Sərxanı tanıyırsınız. Dedi gedək bir cücə yeyək. Oturduq cücəni qəşəngcə yedik. Sonrasında başımı beynimi xarab elədilər. Dedilər bizi apar Luna Parka. Sizin yaşınız neçədir, başınız neçədir? Biraz buraxdım orada oynadılar, əyləndilər özləri üçün. Sözün açığı uşaqlar kimi əylənmək çox gözəldir. Yaşınız neçə olursa olsun, uşaq qalmağı bacarmalısınız. Lənkərandan qoyulduq yola. Dedim İlkin səni Şirvana aparacağam. Çatdıq Şirvana. Qəşəngcə bir çayımızı da içdik. Gəlirik Lənkəran. Lənkərana da gəlirik oturmur ha heç amma. Lənkərana nə deyirlər? Gəlirəm deyirlər, nə deyirlər? Dəvşirər. Gəlirik. Bilmədim ki. Nəysə onu sonra araşdırdım.